Zərdabda nənə və nəvə dəm qazından zəhərlənib hadisə rayonunun Şah Hüseynli kəndində qeydə alınıb. Məlumata görə kənd sakini 1932-ci il təvəllüdlü Güldəstə Ağalarova və nəvəsi 1987-ci il təvəllüdlü Ramin Ağalarov yaşadıkları ünvanda dəm qazından zəhərləniblər. Nəticədə 94 yaşlı Güldəstə Ağalarova hadisə yerindəcə ölüb, nəvəsi Ramin Ağalarov isə xəstəxanaya çatdırılıb. Təbibdən sorğumuza cavab olaraq bildirildi ki, mayın 25 tarixində saat 10:30 radələrində zəhərlənmə şübhəsi ilə 1987-ci il təvəllüdlü bir nəfər kişi Zərdab rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə gətirilib. Dəm qazının toksiki təsirindən zəhərlənmə diaqnozu təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib, hazırda müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır deyə təbibdən bildirilib. Ağsuda ağır qəza baş verib. Report xəbər verir ki, hadisə rayonun Dilman kəndində qeydə alınıb. Belə ki, avtomobilin sürücüsü hərəkətdə olarkən idarə etməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq qoruyucu daş beton bəndinə çırpılıb. Daha sonra bir neçə dəfə yuvarlanaraq təxminən 100 metr aralıda yerləşən Ağsu çayının yatağına düşüb. Hadisə zamanı avtomobildə 4 nəfər olub. Qəza nəticəsində 27 yaşlı Cəfərov Kamran və 22 yaşlı Qasım Səid Asifoğlu hadisə yerindəcə ölüblər. Digər iki sərnişin 21 yaşlı Baxşov İsmail Etibaroğlu və 20 yaşlı Şəfaqətov Şahvələt Asəfoğlu ağır bədən xəsarətləri ilə Şamaxı rayon mərkəzi xəstəxanasına çatdırılıb. Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.